إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد Əziz və dəyərli müsəlmanlar, bildiyimiz kimi, müsəlman kimsənin gündəlik ibadətlərindən həmçinin onun zikirləridir və dualarıdır. Müsəlman kimsə gündəlik bu zikirlərlə və bu dualarla həm Allaha olan yaxınlığını və Allahla olan ünsiyyətini gücləndirir, imanını artırır və həmçinin bu zikirlər və dualar səbəbi ilə müsəlman kimsə özünü qoruyur, özünü şər qüvvələrdən qoruyur və həmçinin bu zikirlər və dualar səbəbi ilə müsəlman kimsə özünü günahlardan qoruyur, Allahın qəzəbindən qoruyur və həmçinin şərlərdən, fitnələrdən qorunmuş olur. Ümumiyyətlə, zikirlərin və duaların insan üçün çox böyük faydaları var. Və müsəlman da əlbəttə sadəcə boş vaxtı olanda yox, çalışmalıdır ki, daimi zikirdə olsun. Çalışmalıdır ki, daimi zikirdə olsun. Və bir gün Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına sahabələrdən birisi gəlir və Allah elçisi sallallahu aleyhi və səlləmə bəzi şəri əhkamların onlara çətin gəldiyini, ağır gəldiyini xəbər verir. Əslində heç bir çətinlik yoxdur. Və Peyğəmbər sallallahu aleyhi və səlləm həmin sahabəni yönəldir ki, o xeyr qapısına, zikir qapısına yönəldir və ona deyir ki, dilin Allahı zikir etməklə islah qalsın. Burada qəsd olunan insanın daimi zikirdə olmasıdır. Müsəlman kimsə sadəcə boş vaxtı olanda, sadəcə müəyyən vaxtlarda yox, çalışmalıdır ki, bütün vaxtı Allah'a zikirdə keçirsin. İstər iş görür, istər minikdədir, istər yol gedir, fərq etməz. Çalışmalıdır vaxtının çoxsunu Allah'ı zikirlə doldurmağa. Və bu zikirlərin də ki, əlbəttə ki, ən əfsəllərindən, ən üstünlərindən, müsəlman üçün ən çox möhtac olduğu zikirlərdən istiğfardır. İstiğfar diləməkdir. İnsan daima Allah'tan bağışlanma diləməlidir. İstiğfar, qafara feilinin, belə deyək, qafara feilinin əsasından, əslindən yaranır. Allah'tan bağışlanma diləmək, əl-istiğfar. Deyirsən ki, məsəl üçün, əstəğfirullah və yaxud da ki, deyirsən ki, əstəğfirullah və tubu ileyh. Allah'tan bağışlanma diləyirəm və yaxud da ki, Allah'tan bağışlanma diləyirəm və tövbə edirəm. Və şəriətdə istiğfarın xüsusi olan bəzi yerləri var. Hansı ki, bu yerlər artıq istiğfarın ən fəzilətli yerləri sayılır. Umumən, bildiyimiz kimi, məsəl üçün, dualar, zikirlər, insan hər bir vaxtda eləyə bilər. Amma bəzən, bəzi ibadətlərin və bəzi duaların və zikirlərin xüsusi yerləri və xüsusi halları var ki, həmin vaxtlar və həmin o xüsusi anlarda dua eləmək, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsində varid olub, şəriətimizdə varid olub, əmr olunub və bu da ki, onun fəzilətini daha da artırır. Və bu da ki, onun fəzilətini daha da artırır. Misal olaraq, məsəl üçün, deyək ki, umumən əlbəttə, sədəqə vermək gözəl əməllərdəndir, elə deyilmi? İnsanın günahlarına kəffarədir, Allah Taala'nın insana olan qəzəbini söndürür və sənin qiyamət günü tərəzidə ağır gələcək əməllərdəndir, salih əməllərdəndir və qiyamət günü heç bir yerdə kölgə olmadığı zaman Allahın ərşinin kölgəsində kölgələnən kimsələrdəndir və digər fəzilətlər var sədəqə barəsində. Aydındır? Bunu insan hər bir vaxtı, hər bir gündə, hər bir ayda eləyə bilər. Amma bunu
Cümə günü etdiyi zaman savabı daha da artır. Amma insan sədəqəsini cümə günü verdiyi zaman savabı daha da çox olur. Aydındır? Ondan götürdüyü fəzilət, fayda daha da çox olur. Eləcə də ki, bu istiğfarın, yəni Allahdan bağışlanma diləməyin. İlk öncə, yəni istiğfarın fəzilətli yerlərindən, necə ki, şəriətimizdə varid olub, ibadəti əda edib bitirdikdən sonra şəriətdə əmr olunub ki, Allahdan bağışlanma diləmək. Və bu xüsusən bəzi ibadətlər barəsində açıq-aydın gəlib şəriətimizdə ki, müstəhəb olması barəsində. Yəni bunlardan məsəl üçün həcc ziyarətində gəlib. Uca Allah Quran-Kərimdə buyurur ki, Bəqərə surəsi 199-cu ayədə ثُمَّ أَفِيضُ مِنْ حَيْثُ أَفَاضَ النَّاسُ وَاسْتَغْفِرُ اللّٰهَ إِنَّ اللّٰهَ غَفُورٌ رَحِيمٌ. Allah Teala, yəni həcc ziyarətində olan kimsələrə deyir ki, Arafadan qayıtdıqdan sonra, yəni artıq onlar ifada tavafını yerinə yetirirlər. 10-cu günü, bayram günü olan tavafdır. Həmin tavafı yerinə yetirirlər. Deyir ki, insanların gəldiyi yolla siz də gəlin. Və Allahdan bağışlanma diləyin. Həqiqətən Allah Teala bağışlayandır və mərhəmətlidir. Və alimlər deyirlər ki, yəni bu ayə xüsusən ifada tavafından sonraya aiddir. İfada tavafından sonra 10-cu gün ifada tavafını bitirdikdən sonra buna aiddir. Və bu da ki, yəni göstərir ki, ola bilər ki, insanın bu günə qədər həcc ziyarətində olduğu zaman hər hansısa bir xələl, naqislik, təqsiri varsa, yəni Allahdan bağışlanma dilir ki, bu ibadəti artıq əda eləyir. Mühüm olan ibadətlərini, həcc ziyarətində olan rukunlarını, vaciblərini yerinə yetirib, artıq geri qalan şeylər deyək ki, sünnələrdir, müstəhəblərdir və daha ona vacib olan şeyləri yerinə yetirdiyinə görə Allahdan bağışlanma diləyir. Və bu da ki, şəriətin, belə deyək, hikmətlərindəndir ki, ibadət əda olunduqdan, ibadət əda olunub bitdikdən sonra Allahdan bağışlanma diləmək. Və həmçinin ibadət bitdikdən sonra, əda olunub, yerinə yetirdikdən sonra Allahdan bağışlanma diləmək Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsində gəlib. Namazdan sonra istiğfar diləmək ki, Peyğəmbər sallallahu aleyhi və səlləm namaz bitdikdən sonra 3 dəfə əstəğfirullah deyərdi, Allahdan bağışlanma diləyərdi. Və bu da həmçinin yəni nəyi göstərir? Onu göstərir ki, insan namazda ikən qafillik gələ bilər, insan namazda ikən səhv eləyə bilər, insan namazda ikən naqislik gələ bilər, xuşunu əldə eləyə bilməz. Yəni bir növ bu namazda olan təqsirliklərindən Allahdan bağışlanma diləyir. Namazda olan səhvlərindən, xətalarından Allahdan bağışlanma dilir. Və həmçinin alimlər deyirlər ki, ümumən bütün ibadətlərə də aiddir ki, insan bu cür fəzilətli, böyük ibadətləri yerinə yetirəndən sonra, yəni Allahdan bağışlanma və istiğfar diləyə bilər, ümumi olaraq. Və həmçinin istiğfarın fəzilətli, yəni şəriətdə gələn xüsusi məqamlarından səhər vaxtı, yəni səhər namazı olmadan, səhər çağı deyirlər, dan yeri qopmadan fəcr vaxtı Allahdan bağışlanma diləmək. Və Allah Teala Quran-Kərimdə bu qullarını tərif eləyir. O qulları ki, yəni bu vaxtı Allahdan bağışlanma diləyirlər. Və uca Allah Quran-Kərimdə buyurur ki, Əl-İmran surəsi 17-ci ayədə Əs-sabirinə vəs-sadiqinə vəl-qanitinə vəl-munfiqinə vəl-müstəğfirinə bil-əshar. Yəni möminləri tərif eləyir. Hansı ki, o Allaha dua edirlər və cəhənnəm əzabından Allaha sığınırlar. O möminləri tərif edir. Allah Teala deyir ki, o möminlər hansı möminlərdir? Səbir edənlər, sadiq olanlar, yəni sözlərində, əməllərində doğru olanlar, qanitin, itaat edənlər, vəl-munfiqin, Allah yolunda infaq edənlər, vəl-müstəğfirinə bil-əshar. Və səhər çağı Allahdan bağışlanma diləyənlər. Səhər vaxtı, sübh çağı Allahdan bağışlanma diləyənlər. Və bu sübh çağı, yəni sübh namazından əvvəldir. Sübh çağı sübh namazından əvvəldir. Və həmçinin Allah Teala Quran-Kərimdə yenə,
yəni həmin vaxtı, gecə vaxtı Allahdan bağışlanma diləyən, səhər vaxtı Allahdan bağışlanma diləyən qullarını yenə Səcdə surəsində, Zariyyət surəsində daha doğrusu tərif eləyir. Deyir ki, kənu qalilən minəl-leyli mə yəhcəun. Deyir ki, o möminlər hansı ki gecələri az yatırlar. Və bil-əshəri hum yəstəğfirun. Və sabahladığı zamanda onlar Allahdan bağışlanma diləyirlər. Səhərə çıxdığı zamanda onlar Allahdan bağışlanma diləyirlər. Yəni burada yenə dediyimiz kimi sabahlamaq, səhərə çıxmaq dedikdə qəsd olunan səhər namazından öncədir. Və yenə təfsirdə gəlib, deməli Yaqub əleyhissalamdan deyək, hekayə olunur. Deməli, o vaxt ki, Yusif Peyğəmbər və Yusif Peyğəmbərin qardaşları onu quyuya atdılar və Allah Taala onu o quyudan çıxardı və onu izzətli və şərəfli etdi və hörmətli bir məqama qoydu və sonra öz ailəsini yanına çağırdı və qardaşları artıq onun Yusif olduğunu bildilər və qardaşları peşman oldular, kədərləndilər etdikləri əməllərə görə və qorxdular ki, ataları biləcək ki, artıq yəni bu əməli eləyən özləri idi. Yusifə bu əməli eləyən qardaşları idi. Və gəldilər atalarının yanına, yəni ağlayaraq onun yanına gəldilər ki, Allahdan bizim üçün bağışlanma dilə. Allahdan bizim üçün bağışlanma dilə. Və Yaqub Peyğəmbər onlara nə deyir? Deyir ki, قَالَ سَوْفَ أَسْتَغْفِرُ لَكُمْ رَبِّ إِنَّهُ هُوَ الْغَفُرُ الرَّحِيمُ. Yaqub Peyğəmbər deyir ki, Yaqub aleyhissalam, deyir ki, mən Rəbbimdən sizin üçün bağışlanma diləyəcəm sonra. Daha sonra sizin üçün Rəbbimdən bağışlanma diləyəcəm. Həqiqətən o bağışlayandır və rəhimlidir. Və ayənin təfsirində gəlir ki, Yaqub əleyhissalam deyir ki, onlar üçün bağışlanmanı sübh çağı diləmişdi. Ki, hansı ki, səhər namazından öncə. Və bu da ki, İbn Kəsirin təfsirində gəlir. Və bu da onu göstərir ki, yəni bu vaxtı dua etməyin və Allahdan bağışlanma diləməyin, yəni nə qədər fəzilətli olmasına. Və Əbu Hureyra da radiyallahu anhudan gələn hədisdə, Səhih Buxari və Müslimdə keçən hədisdir. Allah elçisi sallallahu aleyhi və səlləm buyurur ki, ينزل ربنا كل ليلة إلى السماء الدنيا حين يبقى ثلث الليل الآخر فيقول من يدعوني فأستجيب له من يسألني فأعطيه من يستغفرني فأغفر له. Yəni gecənin, hər gecə, gecənin 1/3 olduğu zaman Uca Allah yer səmasına enər özünə layiq bir şəkildə və deyər ki, mənə dua edən varmı, onun duasını qəbul edim və məndən bir şey istəyən varmı, ona istədiyini verim və məndən bağışlanma diləyən varmı, onu bağışlayım. Və Xalid ibn Mə'dən rahimullah buyurur ki, alimlərdən idi, sələflərdən idi. Deyir ki, Yəqulullahu azza və cəllə İnnə əhəbbə ibadi iləyyə əl-mütəhəbbunə bihubbi əl-mütəalliqatu biqulubuhum bil-məsəcidi vəl-müstəğfirinə bil-əshər. Buyurur ki, Uca Allah deyir ki, yəni bu Allaha nisbət olunan bir rəvayət deyil. Sadəcə ola bilər ki, alim öz ictihadı ilə, yəni Quran və sünnəyə baxaraq, yəni Allah Taala'nın sevdiyi qullarını vəsf edir. Deyir ki, Allah Taala deyir ki, mənə ən sevimli olan qullarım mənim üçün bir-birlərini sevən kimsələrdir. Mənim üçün bir-birlərini sevən kimsələrdir. Qəlbləri məscidlərə bağlı olan kimsələrdir və həmçinin də ki, gecə vaxtı Allahdan bağışlanma diləyən kimsələrdir. Gecə vaxtı, yəni sübh çağı Allahdan bağışlanma diləyən kimsələrdir. Və bu da həmçinin istiğfarın, yəni bu vaxtı nə qədər fəzilətli olmasına dəlalət edir. Abdullah ibn Umar radiyallahu anhu bir gün deməli gecə namazı qılır və İmam Nafi' Mevla İbn Umar, Nafi' yəni İbn Ömərdən hədisləri rəvat edən alim idi, tabeinlərdən idi. Həmçinindəki İbn Ömərin mövlası idi. Həmçinindəki İbn Ömərin mövlası idi. Sübh çağı vaxtı onun yanına gəlir, səhər vaxtı İbn Ömərin yanına gəlir və İbn Ömər ondan soruşur ki,
səhər vaxtı oldu mu sübh çağı. Hansı ki artıq uca yəni səhər namazına az qalmış belə deyək də. Və İbn Ömər Nafi o vaxt Abdullah ibn Ömərə deyəndə ki artıq sübh çağı oldu. Abdullah ibn Ömər deyir ki dua edərdi, duaya yönələrdi və sübh vaxtı girənə qədər, yəni səhər azanı olana qədər Allahdan bağışlanma diləyərdi. Səhər azanı olana qədər Allahdan bağışlanma diləyərdi. Və həmçinin İbrahim ibn Hatib öz atasından rəvayət eləyir. Deyir ki, qalə səmi'tu raculan fi's-səhri fi nahiyyətil məscidi və huwa yaqulu Rabbi əmərtəni fəəta'tuka və hədə səhərun fəğfirli. Deyir ki, gördüm ki, deyir ki, bir kişi səhər çağı sübh namazına az qalmış, məscidin deyir ki, bir küncündə oturub və belə deyir. Deyir ki, Rəbbim, sən əmr etdin, mən də sənə itaat etdim. Budur, səhər çağıdır və məni bağışla. Yəni, səndən bağışlanma dilirəm və məni bağışla. Və deyir ki, köndüm, gördüm ki, deyir ki, bu kişi Abdullah ibn Məsud radiyallahu anhuydu. Abdullah ibn Məsud radiyallahu anhuydu. Bu da həmçinin İbn Kəsirin təfsirində rəvayət olunur. Və həmçinin digər fəzilətli vaxtları üstün tutmaq daha gözəl olandı, daha yaxşı olandı ki, yəni bu fəzilətli vaxtlarda duanın, zikrin daha da fəzilətli olmasına səbəbdir. Və Allahdan istəyirəm ki, Allah Taala bizləri bu dəyərli zikirlərlə və dualarla yaşamağa və əməl etməyə müvəffəq eləsin. Allah Subhanahu taala bizləri daima Allahı zikr eləyən qullarından etsin. Və Allah Subhanahu taala bizləri eşidib faydalananlardan etsin. Subhanaka Allahumma və bihamdik, əşhədu an la ilaha illa ent, əstəğfiruka və ətubu ileyk.